Salam, bugün sizi bəşər tarixinin bəlkə də ən böyük arxeoloji hekayəsinə aparacağam. Düşünün ki, bir kral var, min illərlə unudulub və bir də inadkar bir tədqiqatçı var ki, onun sərvətini tapmaq üçün demək olar hər şeyini riskə atır. Gəlin, Howard Carter'in bu sarsılmaz əzmi sayəsində gün üzünə çıxan bu sirli hekayənin dərinliklərinə birlikdə baş vuraq. Bu simanı yəqin ki, hamınız tanırsınız. Əlbəttə ki, bu, hekayəmizin əsas qəhrəmanı Kral Tutanhamondur. Amma bax bu gördüyünüz ikonik maska var ha, o sadəcə bir maska deyil. Bu, təxminən 3000 il səhranın qumları altında gizli qalan, tamamilə unudulmuş bir fironun möhtəşəm hekayəsinin demək olar ki, simboludur. Yaxşı, bəs bu qədər məşhur olan Tutanhamon öz dövründə əslində kim idi? O, Misirin o qüdrətli 18-ci sülaləsinin firanı idi, amma tale bura sanki bir başqa cür yazılmışdı. Bir anlıq düşünün, uşaqdır, cəmi 9 yaşında taxta çıxır və cəmi 10 il sonra hələ 19 yaşında çox gənc dünyasını dəyişir. Bəli, bax ən maraqlısı da elə budur. Tutanhamonun o qısacıq hakimiyyəti əslində Misir tarixində elə dərin izlər buraxmamışdı. Amma bugün o, bəlkə də dünyanın ən məşhur fironudur. Necə olur axı bu? Necə olur ki, tarixin tozlu səhifələrində demək olar ki, itmiş bir kral birdən-birə qlobal bir ikonaya çevrilir? Hə, bax bu inanılmaz dəyişikliyin səbəbkarı var. O da hekayəmizin digər qəhrəmanı, hədsiz dərəcədə inadkar bir arxeoloqdur. Bəli, bax o insan Howard Carter'dir. Bu möhtəşəm kəşfin arxasında dayanan, demək olar ki, bütün həyatını bircə hədəfə bağlayan adam. O hədəf nə idi? Krallar Vadisində gizlədilmiş o sonuncu firon məzarını tapmaq. Əslində Carter'i heç də o bildiyimiz klassik arxeoloqlardan deyildi. Yəni, onun rəsmi bir arxeologiya təhsili yox idi. Amma rəssam atasından ona bir miras qalmışdı. O da incə detalları görmək bacarığı idi. Bir də, əlbəttə, sarsılmaz bir inad. Bax, bunlar onu hamıdan fərqləndirirdi. O, var gücü ilə inanırdı ki, Krallar Vadisinin o geniş qumluqları altında hələ də kəşf olunmamış bir kral məzarı var. İndi bir anlıq özünüzü onun yerinə qoyun. Tam 5 il. 5 il Misirin o yandırıcı günəşinin altında qazıntı aparırsan və əlində demək olar ki, heç nə yoxdur. 1917-ci ildə Lord Carnarvonun maliyyə dəstəyi ilə başlayan bu axtarış artıq 1922-ci ilə çatanda tükənmək üzrə idi. Sponsoru Lord Carnarvon artıq ümidini itirirdi və bu Carter'in son şansı idi. Bu onun son həll ediciyi mövsümü idi. Və nəhayət gəlib çatdıq hekayənin zirvə nöqtəsinə, o möhtəşəm kəşf anına. Bilirsiniz, həyəcan artır çünki tarix yenidən yazılmaq üzrədir. O qədər ilin zəhməti nəhayət ki, bəhrəsini verməyə başlayır. Bu tarihi yadda saxlayın. 4 noyabr 1922. Bax bu, hər şeyin dəyişdiyi o gündür. Bütün o illərlə davam edən axtarışlar əslində çox sadə bir anla öz nəticəsini verdi. Qazıntı gedirdi, birdən bir fəhlənin aləti sərt bir şeyə dəydi. Bu nə idi? Qumun altından çıxan tək bir pillə. Naməlum bir dərinliyə aparan pilləkənin sadəcə ən birinci pilləsi. Carter qapıda balaca bir deşik açır, əlindəki şamı içəri uzadır ki, görsün içərdəki o qədim hava zəhərlidir ya yox. Arxasında da Lord Carnarvon səbirsizliklə gözləyir və soruşur. Bir şey görürsən? Və Carter'in həyəcandan titrəyən səslə pıçıldadığı o cavab tarixə düşür. Bəli, möhtəşəm şeylər. Düşünmək belə çətindir, düz deyilmi? 1000 illər sonra o məzarı ilk görən insanın qəlbindən keçən o xeyrəti, o coşqunu. Amma bu möhtəşəm kəşfin xəbəri əlbəttə ki, sadəcə Krallar Vadisində qalmadı. O dövrün ən müasir texnologiyası, yəni radio vasitəsilə, xəbər ildırım sürəti ilə bütün dünyaya yayıldı. Howard Carter'in öz səsi ilə kəşfin təfərrüatları qitələri aşdı və Tutanhamonun adı sanki bir gecədə hər kəsin dilinə düşdü. Yaxşı, bəs Carter'in o möhtəşəm şeylər dediyi xəzinələr tam olaraq nə idi? Baxın, bu sadəcə qızıl, daşqaşla dolu bir məzar deyildi. Bu, sanki 3000 il əvvələ açılan, toxunulmamış bir zaman kapsulu idi. Bu kəşfi bu qədər özəl edən şey nə idi, bilirsinizmi? Məzarın qədim qəbir soyğunçuları tərəfindən demək olar ki, heç qarət edilməməsi. İçəridə nələr var idi? Fironun gündəlik həyatından minlərlə əşya, mebelləri, döyüş arabaları və əlbəttə, bir-birinin içində yerləşən o möhtəşəm tabutlar və ən sonda onun mumyasını qoruyan o heyrətamiz, dünyaca məşhur qızıl maska. Beləliklə, bu inanılmaz kəşf sadəcə arxeologiya aləmini yox, ümumiyyətlə bütün dünyanı necə dəyişdirdi? Gəlin görək, Tutanhamonun mirası məzarının divarlarından necə kənara çıxdı? Bax, bu maska, bu artıq sadəcə arxeoloji bir tapıntı deyil. Bu,
əsl pop mədəniyyət ikonasıdır. Bu kəşf sayəsində Tutanxamon tarixin unudulmuş bir firanı olmaqdan çıxdı və sözün əsl mənasında bütün dünyanın tanıdığı qlobal bir super ulduz oldu. Düşünün, bu necə də inanılmaz bir təzaddır. Qədim Misir üçün tarixi əhəmiyyəti o qədər də böyük olmayan bir hökmdar, müasir dünyamızda Misrin və ümumiyyətlə arxeologiyanın ən parlaq simvoluna çevrilir. Bu, həm Howard Carter'in o bitməz-tükənməz inadının, həm də bəlkə biraz da bəxtin yaratdığı əsl möcüzə idi. Kəşfdən dərhal sonra bütün dünyanı sözün əsl mənasında bir Egiptomaniya dalğası bürüdü. Yəni, hər kəs Misirlə maraqlanmağa başladı. Bir baxırsınız, 1920-ci illərin incəsənətində, memarlığında, hətta dəbində belə qədim Misir motivləri var. Tutanxamon artıq sadəcə bir tarixi şəxsiyyət deyildi. O, böyük bir ilham mənbəyinə çevrilmişdi. Tutanxamonun hekayəsi əslində bizə bir şeyə göstərir. Tarix həmişə yeni sürprizlərlə doludur. Və bu da adamı düşünməyə vadar edir, elə deyilmi? Görəsən, Misirin o uçsuz-bucaqsız qumlarının altında, ya da bəlkə dünyanın tamam başqa bir yerində bizi daha hansı inanılmaz kəşflər, hansı unudulmuş hekayələr gözləyir?